Şəhidlərimizi rəhmət eləsin. Bizim Biləsuvarın Təzəkət kəndində 1-ci Qarabağ müharibəsi dövründə 3 şəhidimiz və 2-ci Qarabağ 44 günlük müharibədə 3 şəhidimiz və bir itkinimiz, o da şəhidlik statusu almışdı. Yəni 7 şəhidimiz var Təzəkətdə. Allah ruhları şad etsin. 2025-ci il noyabr ayı günləri Əhmədli Elməddin Gülverənoğlunun şəhadətə qovuşduğu gündür. Allah ruhunu şad eləsin. Qeyd edim ki, Əhmədov Gülverən Əhmədoğlu 44 günlük müharibədə 3 oğlun vətən yolunda döyüşməyə yollamışdır. Onlardan ikisi qazi, biri isə şəhid olmuşdur. Allah ruhlarını şad eləsin. Allah valideynlərinə səbir versin, şəhid ailələrinin. Və öncə bizim burada şəhid ailələrimiz gəlirlər. Siz tək qoymayın. Allah köməyiniz olsun. Sadəqədə mənim. Allah sizdən razı olsun. Böyük əziyyət. Danışın. Əziyyət nədir? Bizim borcumuz. Allah köməyiniz olsun. Sağ olun. Çox sağ olun. Ya Allah. Bəli. Əhmədli Elməddinin atası Gülverən əmoğlu. Bir daha qeyd edim. 44 gün müharibə dövründə 3 oğul torpaq uğrunda yollamışdı. Onlardan biri şəhid olub, ikisi isə qazidir. Hal-hazırda vətən yolunda xidmət edirlər. Allah onların canı sağ eləsin. Gülverən qardaşım. Allah sizə səbir versin. Biz bir milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan cəmiyyətin təsisçisi Əbülfət müəllimin adından da başsağlığı veririk bütün şəhid ailələrinə. Allah köməyiniz olsun. Müəllim Bakıdadır, dünən gəlmişdi, xəstədir, həmişə gələ bilmir rayonlara. Biz də ola bilsin rayon ərazilərində az görsənlik, səbəbi yəni digər rayonlara gedirik. Bizi təmsil edən bir hənif ağamız bütün tədbirlərdə mən hesab edirəm iştirak edir. Allah köməyiniz olsun. Allah rəhmət eləsin şəhidlərimizə. Allah köməyiniz olsun. Çox sağ Yəni olun. biz bütün ailələrdə ziyarət edəcəyik qısa müddətdə və cəmiyyətimizin nəzdində Türkün fəxri qəzeti var, məqalələrimiz olur. Qələbə şəhidləri kitabları müəyyən ailələrə təqdim etmişik. Təəssüflər olsun, bizim Aran Uşaqları Sağlam Gələcək İctimai Birliyinin təsisçisi İbrahim müəllim rəhmətə getdi. 1300-dən yuxarı 4 cilddən ibarət Qələbə şəhidləri kitabı təsis etmişdi. Bu günləri o haq dünyada da onun kitabları, mən deyərəm, minlərlə, 10 minlərlə ailədə bu günləri öz əksini tapır və idarələrdə, dövlət müəssisələrində o kitablardan biz paylamışıq, bizim şəhidlərimizi tanıtmaq üçün. Allah rəhmət eləsin şəhidlərimizi. Sizlərlə, tüm şəhidlərlə, kənd sakinlərlə, sizlərə müazzə cəmiyyətlə öz təşəkkürümü bildirəm şəhid atası kimi. Sağ olunlar. Müazzə cəmiyyət həmişə bizim şəhid ailələrinin yanında olurlar. Sözdə yox, əməldə. Siz də sağ olun, Sədrəddin müəllim, başda bir müəllim olmaqla hamıza təşəkkür edirəm. Neymət qardaşım, sizə təşəkkür edirəm. Çox sağ olun. Sağ olun, var olun. Çox danışardım, ancaq qonaqları gözləyirdim, ona görə.